öz aramızdır. Qadınları ona görə xəlq eləyiblər ki, dünya həmişə həyəcan içərisində olsun. Bu sözləri məndən qabaq deyiblər, amma mən də deyirəm. Ah, qadınlar, qadınlar. Nə qadınlar, qadınlar deyib haray salmışsınız. Biraz ki gözünüzdən uzaqlaşan kimi başlayırsınız qadınlar, qadınlar. Nə pisliymiş keçib sizə? Hə? Paltarınızı yuyuruq, xorayınızı pişiririk. Sizin için dünyaya uşaqlar getiririk. Yolunuzu gözləyirik. Bütün günahlarınızdan keçirik. Hələ üstəlik bir işləyirik də. Həyəcanlanmayın Dilbər xanım. Kim bilməsə də mən bilirəm, siz bugünəcən çox zəhmət çəkmişsiniz. Nə olsun? Axırı nə oldu? Evdar qadın. Bu sonraki söhbətdir. Hələ bir deyin görün bu qızın işini neyniyək? Bu nə bədbaxtlıqdır başınıza gəldi. Oğlan qızı sevir, qız da oğlanı. Daha bunun arası bədbaxtlığı oldu. Düzdür, məsələ biraz dolaşır. Biraz. Sözə bax ha, biraz. Elə bax bu birazın ucundan mən adam arasına çıxa bilməyəcəyəm. Bizim nəslimizdə heç belə iş olmamışdı. Ona bax, oturub orada özü şikayın ardın güldadır. Heç vecinə də gəlmir. Amma mənim ürəyimdən qara qanlar axır. Arvad,